Salam, Realdasız. Real sizə Bakı Expo mərkəzindən xəbər ötürməyə davam edir. Kaspian Agro Interfood Azərbaycan sərgiləri öz işinə başladı. Ümumilikdə sərgidə 31 ölkədən 450 şirkət iştirak edir. Elə istərdim ki, daha ətraflı məlumatı bizə Qida Təhlükəsizlik Agentliyi sədri Qoşqar Təməzli versin. Salam Qoşqar müəllim, xoş gördük. Elə istərdik ki, sərgi barədə öz təəssüratlarınızı bizimlə bölüşün və mənim sualım var. Son illərdə ölkəmizdə bitki sağlamlığı və heyvan sağlamlığının təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bütün bunlar qida sahəsində sahibkarlığın inkişafına necə təsir göstərəcək? Buyurun. Təşəkkür edirəm sualınıza görə. Nəzərinizə çatdırmaq istəyirəm ki, bildiyiniz kimi bu günləri iki sərginin açılışıdır. Bunlardan birincisi yubiley sərgisidir. Interfood Azərbaycan Qida Sənayesi sərgisi, digəri isə Kənd Təsərrüfatı Kaspian Agro sərgisidir. Bu da 18-ci dəfədir ki, Azərbaycanda keçirilir. Bildiyiniz kimi, hər il olduğu kimi bu ildə bu sərgidə istər Azərbaycanın, istərsə də dünyanın aparıcı ölkələrinin bir sıra şirkətləri təmsil olunurlar. Ümumiyyətlə, qida sənayesi və kənd təsərrüfatının inkişaf etdirilməsində əsas vacib amillərdən biri qida təhlükəsizliyi məsələsidir. Qida təhlükəsizliyi məsələsində də sizin vurğuladığınız kimi ən vacib məsələlərdən biri bitki sağlamlığı və heyvan sağlamlığının təmin olunmasıdır. Təsadüfi deyil ki, elə dünənki tarixdə də beynəlxalq bitki sağlamlığı günü qeyd olunurdu. Çünki bilavasitə ölkə ərazisində qida təhlükəsizliyinin, bitki sağlamlığının və heyvan sağlamlığının, bioloji təhlükəsizliyin təmin olunması üç əsas faktorun ortalığa çıxmağına səbəb olur. Birinci, əhalinin sağlamlığının qorunması istiqamətində vacib bir töhfədir. İkinci, ən vacib məqamlardan biri ərzaq təhlükəsizliyinin təmin olunması məsələsidir və eyni zamanda istehsal olunan məhsulların ixrac potensialının artırılmasıdır. Son zamanlar Azərbaycanda bu istiqamətdə çox əsaslı işlər həyata keçirilir. Belə ki, ən vacib məqam ondan ibarətdir ki, ölkədə istər heyvan sağlamlığının, istərsə də bitki sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülsün. Bununla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, artıq heyvan sağlamlığı sahəsində Azərbaycan bir sıra xüsusi təhlükəli zoonoz xəstəliklərdən azad ölkə statusu əldə edib. Belə ki, keçən il 2024-cü ildə Azərbaycan regionda yeganə ölkə olaraq xırdabuynuzlu heyvanların taunu xəstəliyindən və eyni zamanda yüksək patogenli quş qripi xəstəliyindən azad status əldə edibdir ki, və bu statusu da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycanda bu istiqamətdə aparılmış işlər sayəsində təqdim edibdir. Bu, bizim istər qida sənayesinə, istərsə də ixrac potensialının artırılmasına çox böyük töhfə verir. Belə ki, yüksək patogen quş qripindən azad statusun əldə olunması Azərbaycanda quşçuluq məhsullarının ixracının artırılmasına səbəb olur. Belə ki, hal-hazırda Azərbaycan 6 ölkəyə quşçuluq məhsullarını ixrac edir. Eyni zamanda bu ölkələrin arasında Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları kimi ölkələr vardır ki, biz həmin ölkələrə süfrə yumurtasının ixracı ilə məşğul oluruq. Eyni zamanda zoonoz xəstəliklərə qarşı aparılan tədbirlərin nəticəsi olaraq Çin Xalq Respublikasından qoyulmuş ithal qadağası aradan götürülüb və artıq Azərbaycanla Çin Xalq Respublikası arasında həm quşçuluq məhsullarının, eyni zamanda fındıq və badamın ixracı istiqamətində razılıq əldə edilmişdir. Mən bitki sağlamlığı ilə əlaqədar da eyni məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, bitki sağlamlığında da dünyada təsbit olunmuş son zamanlar bitkiçilik sahəsində olan viruslara və bakteriyalara, müxtəlif xəstəliklərə qarşı mübarizə metodlarının genişləndirilməsi
həmin ölkədə bitki sağlamlığına nail olunmasını gətirib çıxardır ki, bu da bitkiçilik məhsullarının dünyanın bir sıra ölkələrinə ixracına səbəb olur. Bildiyiniz kimi, Azərbaycanın artıq əsas ixrac məhsullarından biri olan fındığın ixracı sahəsində Avropa Birliyi ölkələrində bizim fındıq məhsuluna yaşıl dəhliz verilibdir və Azərbaycan fındığı təhlükəsiz fındıq elan olunaraq onu beynəlxalq səviyyədə artıq demək Avropa Birliyi ölkələrinin ixracına icazə verilibdir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, ən vacib məqamlardan biri də bir sıra heyvan mənşəli məhsulların ixracı istiqamətində aparılan işlərdir. Belə ki, ardıcıl aparılmış işlərin nəticəsində Azərbaycan ilk dəfə olaraq Avropa Birliyi ölkələrinə heyvan mənşəli məhsulların ixracına başlanılıb. Burada emal olunmuş dəri məhsullarının və yun məhsullarını nəzərinizə çatdırmaq istəyirəm və ən vacib məqamlardan biri də akvakulturalarda yetişdirilən balıq kürlərinin Avropa Birliyi ölkələrinə ixracına nail olunubdur ki, bu da son 5 ilin ərzində Avropaya ixrac eləyən şirkətlərin sayının artıq 2-dən 11-ə çatdırılmasına səbəb olur. Mən xüsusilə qeyd eləmək istəyirəm, ölkədə həm qida sənayesi sahəsinə töhfə vermək üçün həm bitki sağlamlığını və heyvan sağlamlığının təmin etmək üçün ən vacib məsələlərdən biri də xəstəliklərdən azad zonaların əldə edilməsidir. Belə ki, artıq işğaldan azad olunmuş ərazilərdə bizim bu istiqamətdə işlərimiz reallaşmaq üzrədir və həmin ərazilərdə xüsusi təhlükəli zoonoz xəstəliklərdən azad zonalar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən elan olunduqdan sonra artıq həmin ərazilərdəki yetişdirilən demək təsərrüfatlardakı məhsulların asanlıqla dünyanın bir sıra ölkələrinə ixracını həyata keçirmək mümkün olacaq. Təşəkkür edirəm Qoşqar müəllim. Bəli, qeyd edim ki, mənim müsahibim Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Tərməzli idi. O bizə sərgi barədə daha ətraflı məlumat verdi. Hələlik bizdən bu qədər. Gözünüz realda olsun.